Avropa Beynəlxalq Hospitalın Gastroenterologiya şöbəsindəyik. Ünvaki Endoskopiya şöbəsindəyik, Gastroenteroloji mərkəzimizin. Eləcə eləyirik. Öz kanalından gördüyünüz kimi Xoledok dolu, çox saylı palçıq və daşlardır. Xoledokdan təmizləyirik. Yəni bir daş deyil, gördüyünüz kimi çox saylı daşlar və çox saylı palçıq var. Spektrotomi eləmişik. Qayıtı gerçəkə. Balonumuz altından yuxarı. Rentgen. Şişirdirik. Öz yollarını tam tərtəmiz təmizləyirik və bir də içərisini də metriplorla düzəltiyik. İçəri tam tərtəmiz olana qədər öd kanalını boşaltmalıyıq. Gördüyünüz kimi hələ daş və palçıq öd yollarından gəlir. Biz çəkdikcə çoxlu miqdarda gəlib dökülür. Tam boşalana qədər içərini təmizləyəcəyik. Tamam. Ben orada. Şimdi. Kaydımızı gönderdik. Öd yollarını tam yukarı bifurkasyadan tam temizliğe geldik. En son sıvazlamalarımızda öd yolu temizliğe görüldüğü kimi Xoledok'un ağzı tam açıktır. Ümumi öd kanalının ağzı tam açıktır. Qayıtımız geri çəkirik. Rentgen şişirdiği balonumuzun ve ümumi öd kanalında olan daş palçıq ne varsa hamısını sıvazlayırıq. Son sıvazladığımız 3 dəfədə də öd yolları görüldüğü kimi tərtəmiz gəldiyindən prosesimizi yekunlaşdıracağıq. Öd kanalından çıxan daş və palçıqları göstəririk. Qayıtı çəkirik. Son sıvazlamamızla rentgen tam bütün kayıtlarındayız. Şişirdik. Rentgen tamamıyla içərini tam sıvazlayıb yekunlaşdırırıq. Hörmətli anesteziologumuzda değerlendirdiği, gördüğü kimi öd yolları tamamıyla normaldir ve tam temizlenmiştir ve prosesimizi yekunlaştırır. Sağ olun.